Her gün yanından keçdiyimiz və bu lövhənin nə mənaya gəldiyini bilirdinizmi? Bizim evimizdə musiqi dinlədiyimiz bu radiolar 1939-cu ildə, 1960-cı ildə Litvanın Sovet ordusuna qarşı ən böyük silahlarından biridir. Çünki ordunun hardan gəldiyi, düşməndən qorunma və sığınacaqlarla bağlı məlumatlar Litva radiosu tərəfindən verildi və Litva radiosunun əsas binası hal-hazırda gördüyünüz bu küçədir və gördüyünüz bu dizayn deyil, həqiqətən də buradan hal-hazırda səs gəlir. Sadəcə şəhərin də belə də egzozlu maşınların səsindən eşidə bilmirəm hal-hazırda və sakit duracağam ki, siz dinləyin. Ümid edirəm ki, eşitdiniz. Hal-hazırda da köhnə qədimi radiolar, müharibə ilə bağlı hadisələr hər gün burada paylaşılır. Şəhərin estetik tərəfi ilə yanaşı Litvanın Vilnusun küçələrində belə gizli tarix də yaşadılır.